Herkese salam, kanalıma hoş geldiniz. Bugün yeni bir vlog çekeceğim. Bu dəfəki vlogu səsli etmək istəyirəm. Yəni sadəcə bir nümunə kimi. Əgər sizin xoşunuza gələrsə, bəyənsəz, bu şəkildə artıq bundan sonra vloglarımı belə səsli çəkəcəm. Yox, əgər siz asmr, yəni səssiz, danışıqsız vloglar istəyirsinizsə, yenə də bunu bildirin və artıq yenə də səssiz çəkəcəm. Belə günümüz artıq çoxdan başlayıb. Bu mənim qızım üçün hazırladığım belə deyək prekorumdur, əlavə qidadır. Burada kabaçok, brokoli və kök var. Bunu mən əziyib blenderdən keçirdim. Sadəcə olaraq blenderim nəsə yanında indi çəkmir. Ondan sonra baxacağım. O şəkildə ona görə biraz çıxartıb üstünə əzdim. Və bu şəkildə verirəm balacamıza. Amma balacamız artıq doyubdur. Bəli, ona görə artıq vermədim. Yəni, demək olar az yedi. Həm çox acılayıbdı, həm də nəsə istəmədi. Buna görə bu qədəri qaldı. Hələ ki evdəyəm. Burada paltar yağını qoşmuşam. Artıq 13 dəqiqəsi qalıb. Birazdan bitəcək. Burada sizə öz yuyucu vasitələrimi göstərmək istəyərdim. Burada Damol, bunu Rossmanndan əldə etmişəm. Bu sırf uşaqlar üçündür. Burada 0% qatqıdır, yəni parfüm və s. qatqılar yoxdur. Sırf uşaqlar üçün nəzərdə tutulub və maye şəklindədir. Və bilirsiniz ki, maye şəklində olan paraşoklar belə deyək, daha tez yuyulur. Paltarda yəni belə qalmır. Amma mən yenə də hər ehtimal 2 dəfə yuyuram, hər dəfə uşağın paltarlarını. Sonra burada öz paltarlarımız Ariel var. Sonra burada Yumoş var. Yumoş belə deyək kondisionerdir paltarlar üçün. Bunu biraz ilk olaraq istifadə etdim başlıqlarda, amma artıq etmirəm. Niyə? Birincisi çünki mənim qızım biraz allergikdir və onun üçün tövsiyə olunmur. Əlavə nələrsə qatmaq onun paltarlarına. Amma yəni bunu öz paltarlarımız üçün edirəm. Həmçinin bu hibridir deyə, yəni parfümdür, ona görə onun üçün istifadə etmirəm. Artıq özümüz üçün istifadə edirəm. Sonra burada belə bir şey var. Bu paltarları sırf artmaq üçündür. Bu düşünürəm marketlərdə olur. Səhv etmirəmsə. Bu evdə artıq var idi. Ona görə tam olaraq bilmirəm hardan almışıq. Amma düşünürəm marketlərdə və s. olur. Həmçinin mən həmişə Damolun da belə bir paraşok olur. Rossmannda onu da alıram. O da paltarlar ağarıdır. Amma indi yoxdur bizdə. Bitibdir artıq. Sonra burada uşaq istəyən paraşok var qızlar. Mən bunu almışam, amma mən işlətmirəm. Niyə? Çünki mən aldıqdan sonra araşdırıram. Biraz tərsinədir məndə. Aldıqdan sonra araşdırdım və baxdım ki, bu daha belə deyək də uşaqlar üçün zərərlidir. Halbuki burada yazılıb ki, allergik reaksiya vermir də. Amma orada yəni mən ChatGPT və s. internetdə araşdırdım və həmçinin bu Damolun bu paraşokuyla da onu müqayisə etdim. Orada bildirdilər ki, yox, o paraşok daha zərərsiz və daha təhlükəsizdir uşaqlar üçün. Bu isə heç məsləhət görünmür. Ona görə bunu heç açmamışam da, qalıb belə heç bilmirəm. Bəlkə də atdım. Yəni istifadə etmərəm yerinəcə. Bizdə ümumiyyətlə evdə demək olar ki, hər gün paltarı yuyulur. Yoldaşımın paltarları, qızımın paltarları. Bizim çox da paltarlarımız olmur düzü. Yəni qaynanam və mən də varıq evdə. Bizdə elə çox paltarlar olmur, amma daha çox təbii ki, uşaq paltarı heç hər gün yuyulur, təmizlənir. Və bir də yoldaşım da tez-tez dəyişir, işə gedir falan. Bir də ilman paltarları var. Onu da yuymuşam, indi yumağa qoymuşam. Bu evdə hava nəsə yaxşı görünmür gözümə. Ümumiyyətlə, hava bugün tutqundur deyəsən və belə deyək. Belə olduqda havadan çox da çıxmaq istəmir, amma mən çıxmalıyam. Çünki lazerə yazılmışam, lazerə gedəcəm. İndi qızımı aparacağım. Üstü başı batıb təbii ki, yemək yedikdə həmişə belə olur. Hələ ki ona stul almamışıq ələşmək üçün. Əslində 4 ay yarımlıqdır.
Biz də 6 aydan sonra planlayırdıq əlavə qidə stul falan. Amma artıq həkimin bildirdi ki, başlamalıyıq. Ona görə hələ ki burada tuzduruq. Bu həftə sonu yoldaşımla planlayırıq gedib onun üçün, oturacaq üçün stul alacağıq. Burada yüngülcə səliqə işləri görəcəm birazdan. Əgər çatdırsam, əslində artıq vazirə getməliyəm. Çünki 1 saat sonra, 40 dəqiqə sonra daha doğrusu yazılmışam. Yol fəsarı da var. Düzdür, yaxınlığa yazılmışam. Bir 20 dəqiqə, 30 dəqiqə oldu, amma yenə də. Və bacımı gözləyirəm ki, gəlsin, qızımla otursun. Mən isə gedim, işlərimin dalayacağım. Əslində bir dənə də unpacking videosu çəkmişdim o gün. Zara'dan unpacking. Amma o videonda ASMR tipli çəkmişdim və hələ ki onu paylaşmamışam. Amma ki, əgər bu tür videolar sevilsə, yəni ki, onu da səs əlavə edərək paylaşarım. Burada kollagen sifariş etmişdim. Bunu anam üçün sifariş etmişəm. Kiperindən belə bir kollagendir. Sadəcə olaraq çaşıb bunun kofeisini sifariş etmişəm. Necə? Bu sırf kofeli qatqıda artıq. Mən onsuz da özüm misal üçün evdə ikəndə kofeyə qatıb içirəm. Amma burada artıq kofe kollagenidir. Deməli, burada artıq kofe kollagenidir, yəni artıq kofeyə qatmağa ehtiyac yoxdur. Oy, aça bilmədim, nəysə. Baxın, belə bir kollagen kofedir, yəni bunu elə qatırsınız, elə kofe kimi də içirsiniz. İçərisi kollagenlidir. Artıq bitdi. Mən də öz ideyama görə çox tez bitdi. Getirəm indi. Uşaq bilməsin deyəm, belə qarşılağa baxam. Qızım üçün yaxşı qarşı axtarım. Orama bilmirəm, bəyənmədim. Gedirəm evə. Gedək görək. Başqa mən sizləyim. Deməli, qızlar gəldi evə. Alışveriş eləmişəm. İndi sizə göstərmək istəyirəm nələr almışam. Çox şeylər almamışam, sadəcə kiçik bir şeylər. Baxın, belə bir şeylər almışam. Bu dietik sayılır hardasa deyəsən. Çünki məhz o bölmədə idi. Dietik bölmədə. Bir də mən təzəlik ki, hər şeyi aldıqca srokuna baxıram. Məndə belə bir adət yaranır. Çünki çox vaxt alıram və sonra baxıram ki, artıq bir həftə 5-6 günə bitəcək və o da çox əlverişsiz olur. Belə kapuçinolar aldım. Bu məhz onun şəkərsiz növüdür. Burada mini krasonlar aldım. Vanil dadlı. Burada belə bir xlipsi aldım. Mən hazırda çörək yemirəm. Yəni diyetadayım hardasa. Mənə gəlir. Yəni ən azından çörək yemirəm. Ona görə özümə krekerlər aldım. Xlipsilər aldım. Sonra kəsmik, yəni dietada olduğum üçün və kəsmik ümumiyyətlə həm çox xeyirlidir, həm də dietada çox ümumiyyətlə əlimdən tutur. Banan aldım. Ümumiyyətlə
həm özüm üçün, həm də uşağa da arada verirəm dadması üçün. Sonra uşağım üçün brokoli aldım, əlavə qidadır, əlavə qida üçün. Sonra kabacok da onundu. Əsasən onun üçün getmişdim, markete kabacok da onundu. Və cappuccino'dan bir dənə də var. Və belə bir risovaya kaşı aldım. 2 dəfə də kaşı verəcəm onun üçün. Araşdırdım ki, biz molosni, yəni süd əlavəsiz olmalıdır və belə deyək də əlavə dadlarsız və s. yəni şəkərsiz və s. olmalıdır. Bunun üçün ən əlverişlisi bunu tapdım. Burada da elə qeyd olunub ki, mənim birinci kaşım. Bu şimdi çox heyecanlıyım. Sabah verəcəm 2 dəfə, görüm uşağım necə reaksiya verir. Burada isə cəmi tutdu 19 manat, 19 qəpik. Qiymətləri də belədir. Yəni endirimdə olanlar var, olmayanlar var. Həmçinin mən Olivia'da getmişdim. Ora girəndə də mən əli boş çıxa bilmirəm, təəssüf ki. Deməli, burada belə bir şeylər almışam. Əslində, yəni heç nə alacaq deyildim, amma təbii ki, dayana bilmədim. Yenə burada deyəsən kataloglarını əlavə ediblər. Belə bir maska aldım. Endirimdəydi. Ümumiyyətlə, GM Solution'un SPF məhsullarının istifadə etmişəm, bəyənmişəm. Maskanı da prov üçün götürdüm. Əgər bəyənsəm, yenə alacağım. Cosmogenes Lab'ın belə bir vitamin C serumunu götürdüm. Yəni, serumlarım bitib. Əslində, məhz bu firmadan heç vaxt istifadə eləməmişəm. Normalda ya Zepures, ya Ordinarını istifadə edirəm. O, John. Bir dənə mama danışdan sonra var oğlumu. Qızım səbirsizləndi, ağladı, ona görə də götürdüm. Bir dənə də belə bir üz üçün krem almışam. Bu çox endirimdəydi əslində. Yəni, inşaatçılar filialından aldım. Orada outlet qeyd olmuşdu 80% kimi. Düzdür, 80% kimi elə bir endirim hiss etmədim düzün desəm. Amma məhz bu krem çox endirimli idi. Bir dənə baxım qiymətinə, unutdum. Öz qiyməti səhv etmirəmsə 16-17 olub. Amma hal-hazırda 12 manata düşüb. Ola bilər. Yəni, ilkin qiyməti yadında deyil, düzün desəm, amma məhz bu krem çox endirimdəydi. Sınayım, görüm necə olur. Qızlar, indi gördüm, bu krem məhz 18 manatdan 12 manat endirimlə 6 manata düşüb. Bu cür endirimi də gördüm, düşündüm ki, bu yəqin ki, keyfiyyətli bir kremdir, yaxşı bir kremdir. Sınayaq görək. Kaplar qalıb. İndi hal-hazırda kapları yuyacam. Və bu arada bu məhsulla yuyuram. Yenə də Rossmann əldə etmişəm. Damolun bu versiyası. 2 dəfə almışam. Yəni pis deyil belə. Düzdür, feyri qədər köpüklənmir. Normalda feyri işlədik. Bu qədər də köpüklənmir, amma bu da pis deyil yəni. Belə bunları yuyaq. Sonra baxaq görək nə olur. Bu arada bu çox tatlıdır, mən sizə görürəm. Bu bayaq ki göstərdiyim Greta. Gəlin sizə göstərim. Baxın, budur. Çox tatlıdır. Yəni minimum qaçqalıdır məncə bu. Daha sağlamdır və krekerlərdir, çox tatlıdır. Paltarları da asaq, bayaq paltarları qoşub getmişdim. İndi asaq. Deməli, qızım yatmayıbdır. Nəsə narahatdır son günlərdə, öz-özündən yatmır. Ağlayır, gördüyünüz gibi.